Salam əziz müəllimlər, mən Nur Mustafazadə, metodika üzrə təlimçi olaraq fəaliyyət göstərirəm. Bugünkü dərsimiz qiymətləndirmədir. İlk öncə bunu qeyd edim ki, qiymətləndirmə mövzusu metodikada ən önəmli mövzulardan biridir. İri bir mövzu olduğu üçün qiymətləndirmə mövzusu iki hissəli olaraq keçirilir. Əvvəlcə diaqnostik, formativ qiymətləndirmə, daha sonra summativ qiymətləndirmə haqqında danışacağam. Qiymətləndirmə öyrətmənin əsas hissələrindən biridir. Biz qeyd etmişdik ki, bir dərs prosesi, təlim nəticəsi, strategiya, yəni təlim fəaliyyətləri və qiymətləndirmə komponentlərindən ibarətdir. Bildiyimiz kimi, ənənəvi qiymətləndirmədə qiymətləndirmə müəllimin şəxsi fikrinə əsasən olurdu. Yəni ki, şagird dərs danışırdı və yaxud da ki, tapşırığı yerinə yetirirdi, müəllim də həmin o tapşırığa və yaxud da ki, danışdığı dərsə qiymət verirdi. Lakin müasir qiymətləndirmədə müəllim sadəcə qiymətləndirmə prosesini təşkil edir. Qiyməti alan isə şagirddir. Yəni ki, müəyyən meyarlar təyin olunur və şagird test edir, tutaq ki, və yaxud da ki, belə tapşırıqları edir. Həmin o meyarlara əsasən özü qiymət alır. Müəllim qiymət vermir. Bəzən elə olur ki, şagirdlər mənə deyir ki, müəllim, mənə niyə bu qiyməti yazmısan summativ qiymətləndirmədə, tutaq ki? Mən deyirəm ki, o qiyməti mən yazmamışam, o qiyməti sən almısan. Yəni, bu həqiqətən də belədir. Ənənəvi qiymətləndirmədə şagirdin qiymətinə onun davranışları, özünü aparmağı, tutaq ki, və yaxud da ki, hər hansı başqa nüanslar təsir edirdi. Lakin indi belə deyil. Yəni, müəllim öz istədiyi kimi şagirdə qiymət yaza bilməz. Əvvəlcədən qiymətləndirmə meyarları qeyd olunur və şagird fəaliyyətindən sonra, tutaq ki, tapşırığı olsun, test olsun, həmin o meyarlara əsasən qiymətləndirilir. Qiymətləndirmə şagird nailiyyətlərinə müsbət təsir edir. Hansı halda müsbət təsir edir bəs? Əgər şagirdlərin fəaliyyəti barədə düzgün istiqamət verilirsə, şagirdlərin ehtiyacları doğru şəkildə qarşılanırsa, inkişafı davamlı şəkildə izlənilirsə, öyrənmək üçün aydın standartlar müəyyənləşdirilirsə, qiymətləndirmə də şagird nailiyyətinə müsbət şəkildə təsir edir. Öyrənmə prosesində qiymətləndirmə önəmlidir. Lakin hər şey demək deyil. Əsasən şagirdlər qiymət namını oxuyur. Çünki evdəkilər, yəni onların valideynləri onların qiymətlərinə əsasən rəy bildirir. Deyir ki, hə, şagirdə gəlir ki, bu gün nə almısan, nə qiymət almısan, 5 almısan, nə lap yaxşı. Və yaxud da ki, 100 almısan, nə lap yaxşı. Lakin bu belə deyil, belə olmamalıdır. Şagirdən nə öyrəndiyini soruşmalıdırlar valideynlər. Neçə qiymət aldığın yox. Çünki əgər şagirddən neçə qiyməti aldığını soruşsa, şagirdin məhz qiymətinə fokuslansa, şagird də nəyin bahasına olursa olsun yüksək qiymət almağa çalışacaq. Bəzən olacaq tapşırığı başqasından köçürdəcək, summativə başqasından köçürdəcək ki, hə, yüksək qiymət alsın. Şagird üçün nə öyrəndiyi deyil, neçə qiymət aldığı maraqlı olacaq. Və bu səbəbdən şagirddən neçə qiymət aldığı deyil, bu gün dərsdə nə öyrəndiyi soruşulmalıdır. Qiymətləndirmə şagirdin təlim nəticələrinə, yəni qarşıya qoyduğumuz bilik, bacarığa nə dərəcədə çatdığını müəyyənləşdirmək üçündür. Və bu sayədə şagird öz fəaliyyətini planlaşdıra bilər. Həmçinin müəllimin də öz fəaliyyətini təhəll etməsinə, gələcək fəaliyyətini planlaşdırmasına, həmçinin şagirdlərin inkişafını və təlim nailiyyətlərini izləməsinə imkan yaradır qiymətləndirmə. Yəni ki, qiymətləndirmə dedikdə sadəcə şagirdə qiymət yazmaq ağlımıza gəlməməlidir. Qiymətləndirmə sinifin, şagirdlərin inkişafını izləmək, lazım gələndə də həmin o təlim proqramında dəyişiklik etmək üçündür. Bunu da qeyd edək ki, qiymətləndirmə, yəni şagird nailiyyətlərinin qiymətləndirilməsi, attestasiya, yəni məktəb daxili qiymətləndirmə, yekun attestasiya, milli və beynəlxalq qiymətləndirmə növlərini əhatə edir. Attestasiya, yəni məktəb daxili qiymətləndirmə məqsədi ilə diaqnostik, formativ və summativ qiymətləndirmələr keçirilir. Diaqnostik qiymətləndirmə dərs ilinin əvvəlində və yaxud da yarım ilin əvvəlində və yaxud da ki, hər bölmənin əvvəlində şagirdlərin bilik və bacarıqlarının, həmçinin maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılır. Yəni ki, tutaq ki, siz ilk olaraq bir məktəbdə işə qəbul oldunuz və ilk olaraq hansısa bir sinifə dərs deyirsiniz. Həmin anda diaqnostik qiymətləndirmə apara bilərsiniz ki, şagirdlərin səviyyəsini öyrənəsiniz, onların hansı bilik, bacarığa sahib olduğunu biləsiniz. Və yaxud da ki, dərs ilinin əvvəlində, tutaq ki, 6-cı sinif keçirsiniz, 5-ci sinifdən şagirdlər nələr öyrənə bilər, onları bilmək üçün diaqnostik qiymətləndirmə aparılır. Və yaxud da ki, hər hansı bir bölmənin əvvəlində diaqnostik qiymətləndirmə aparılır ki, görək şagird digər bölmədə hansı bilik bacarığa sahib olub.
Formativ qiymətləndirmə isə məzmun standartlarının mənimsənilməsinə yönəlmiş fəaliyyətləri izləməyə imkan verir. Yəni ki, burada siz daimi olaraq şagirdin fəaliyyətlərini izləyirsiniz və onun qarşısına çıxan çətinlikləri müəyyən edib onları aradan qaldırırsınız. Yəni bu məqsədlə aparılır formativ qiymətləndirmə. Summativ qiymətləndirmə isə hər bir fənn üzrə təhsil proqramında müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsi ilə bağlı şagirdlərin əldə etdiyi nailiyyətlərin müəyyən olması məqsədi ilə aparılır. Və summativ qiymətləndirmə rəsmidir. Yəni summativ qiymətləndirmə haqqında gələn dərs ətraflı şəkildə danışacağıq inşallah. Yəni bu bəhs etdiklərimiz atestasiyaya aiddir, yəni məktəb daxili qiymətləndirmə. Biri də var yekun atestasiya. Yekun atestasiya ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyəsini başa vuran təhsil alanların təhsildəki nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə həyata keçirilir. Yəni ki, 9-cu və 11-ci sinifi bitirdikdə şagirdlərin verdiyi imtahandan bəhs olunur. Daha sonra milli qiymətləndirməyə baxaq. Milli qiymətləndirmə müxtəlif siniflərdə, müxtəlif fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə aparılır. 3-5 ildən bir ki təşkil olunur bu qiymətləndirmə. Beynəlxalq qiymətləndirmə isə şagirdlərin təlim nəticələri əsasında ümumi təhsilin mövcud vəziyyəti barədə məlumat əldə etmək üçündür. Yəni ki, burada şagirdlərin təlim nəticələrinə əsasən mövcud vəziyyət barədə bir təsəvvür əldə olunur və müəyyən problemlər üzə çıxarılır, həmin o problemlərin həll yolları müəyyənləşdirilir və müxtəlif ölkələrlə, yəni digər ölkələrlə müqayisə aparılır və inkişaf perspektivləri proqnozlaşdırılır. Milli qiymətləndirmədə, beynəlxalq qiymətləndirmədə hər ikisi 3-5 ildən bir keçirilir. İndi isə qiymətləndirmə prinsiplərinə baxaq. Qiymətləndirmənin şəffaflıq, obyektivlik, etibarlılıq, qarşılıqlı əməkdaşlıq kimi prinsipləri var. Lakin qiymətləndirmənin həyata keçirilməsində əsasən iki prinsipdən istifadə olunur. Uyğunluq və etibarlılıq prinsipi. İlk öncə uyğunluq prinsipinə baxaq. Uyğunluq dedikdə nə nəzərdə tutulur? Qiymətləndirmə əvvəlcədən planlaşdırılan bilik və bacarıq üzrə olan sahələri ölçməlidir. Yəni ki, müəllim şagirddə hansı bilik və bacarığı formalaşdırıbsa, o istiqamət üzrə şagirdi qiymətləndirməlidir. Keçmədiyi mövzulardan və yaxud da ki, şagirddə formalaşdırmadığı bilik və bacarıqdan şagirdi qiymətləndirə bilməz müəllim. Yəni ki, düşünün, tutaq ki, müəllim 5-ci mövzuya qədər şagirdlərə dərsi keçib və kiçik summativ qiymətləndirmə keçirdir. Müəyyən bir qiymətləndirmə keçirdir və həmin o hazırladığı suallarda 5-ci mövzudan əlavə 6-cı, 7-ci, tutaq ki, 8-ci mövzuların, belə deyək, məzmununa aid də suallar var. Bu şagird həmin o mövzuları keçməyibsə, həmin o suallara necə cavab versin, tutaq ki? Bu artıq uyğunsuzluqdur. Yəni şagirdə öyrətmədiyindən sual vermiş sayılır müəllim. Yəni təkcə bu summativ qiymətləndirmələrə aid deyil. Ümumən müəllim şagirdi qiymətləndirdikdə nailiyyətlər, yəni qarşıya qoyulmuş məqsədlər nədirsə, ona uyğun qiymətləndirmə aparmalıdır. Məsələn, düşünün ki, xarici dil dərsində dərsin sonunda şagird mətni öz dilimizdə tərcümə etmək, belə deyək, bilik və bacarığına sahib olacaq. Müəllimi isə şagirdi bu istiqamət üzrə qiymətləndirmir. Onun dərsdə əməkdaşlıq bacarığına, ünsiyyət bacarığına əsasən qiymətləndirir. Bu qiymətləndirmə də uyğunsuzluq sayılır. Qiymətləndirmə sonda əldə ediləcək bilik və bacarıq, yəni təlim nəticəsinə əsasən təyin olmalıdır. İkinci prinsip isə etibarlılıq prinsipidir. Etibarlılıq prinsipi qiymətləndirmədəki nəticələrin davamlılığı mənasına gəlir. Yəni ki, şagirdlər hər hansı bir tapşırığı ikinci dəfə etdikdə, bir müddətdən sonra tutaq ki, ikinci dəfə hər hansı bir tapşırığı yenidən edirlər. Əvvəlki nəticələrinə uyğun bir nəticə əldə edirlərsə, etibarlılıq prinsipi gözlənilib deməli. Lakin arada çox böyük bir fərq olduqda bu prinsip pozulmuş sayılır. Necə? Yəni ki, tutaq ki, şagirdə qiymətləndirmə tapşırığı verilir və şagird 90 bal toplayır. Lakin eyni tapşırığı mart ayında şagirdə verdikdə şagird bundan 30 bal toplayır. Bu etibarlılıq prinsipinin pozulduğunu göstərir. Yəni mart ayında həmin o tapşırığı etdikdə ən azı 80-85 bal toplamalıydı. İndi isə diaqnostik qiymətləndirməyə keçək. Bayaq qeyd etmişdim diaqnostik qiymətləndirmə haqqında qısa olaraq, lakin indi ətraflı şəkildə xırdalıqları ilə baxaq görək diaqnostik qiymətləndirmə nədir və nə üçün istifadə olunur, hansı məqamlara diqqət yetirməliyik.
Diaqnostik qiymətləndirmə ilkin mərhələlərdə qiymətləndirmədir. Yəni ki, şagirdin fənn üzrə mövcud zəruri bilik və bacarıqlarının hansı səviyyədə olmasını müəyyənləşdirməkdir. Diaqnostik qiymətləndirmə dərsi effektiv şəkildə planlaşdırmağa və tədrisin effektiv qurulmasına imkan verir. Diaqnostik qiymətləndirmə məktəbdən məktəbə yeni keçən şagird üçün, sinifdən sinifə keçən şagird üçün tətbiq oluna bilər. Həmçinin diaqnostik qiymətləndirmə yeni dərs ilinin əvvəlində, ikinci yarımilin əvvəlində həyata keçirilir. Diaqnostik qiymətləndirmə həmçinin tədris resurslarında olan, yəni hər hansı bir fəndə hər bölmənin əvvəlində də keçirilə bilər. Diaqnostik qiymətləndirmənin məqsədi təlim planlaşdırılmamışdan əvvəl şagirdin bilik və bacarıq bildiyi səviyyəsini ölçmək üçün istifadə olunur. Differensial təlimə də diaqnostik qiymətləndirmə yaxşı bir mühit yaradır. Yəni demişdik, differensial təlim dərsində də differensial təlim diaqnostik qiymətləndirmə ilə başlayır. Yəni əvvəlcə diaqnostik qiymətləndirmə aparılır, şagirdlərin səviyyəsi müəyyənləşdirilir, daha sonra onların səviyyələrinə uyğun şagirdlərə fərdi şəkildə yanaşılır. Diaqnostik qiymətləndirmə sayəsində şagirdlərin nəyi bildiklərini, nəyi bilmədiklərini, onların təlim nailiyyətlərinin hansı səviyyədə olduğunu, təlim nailiyyətlərini necə inkişaf etdirə bilərik, bunların hamısına cavab tapmaq mümkündür. Və diaqnostik qiymətləndirmə şagirdin balına da, yəni ki, yekun qiymətləndirməsinə təsir etmir. Sadəcə səviyyəni ölçmək üçün istifadə olunan bir qiymətləndirmədir. Bu qiymətləndirmənin aparılmasını müəyyən üsullardan istifadə edə bilər. Məsələn, bir böyük üsulu bilirəm, istəyirəm bilim, öyrəndim cədvəli. Daha sonra sinif müzakirəsi ola bilər, sinifdə aparılan sorğular ola bilər, müəllimin özünün tərtib etdiyi, belə deyək, tapşırıqlar ola bilər. Yəni müxtəlif qapalı suallar verə bilər, yəni test şəklində. Müxtəlif üsullardan istifadə etmək mümkündür. Ümumiləşdirəsi olsaq diaqnostik qiymətləndirməni mövcud biliyi yoxlamağa xidmət edir, təlimin effektiv planlaşdırılmasına kömək edir. Dərs ilinin əvvəlində, dərsin əvvəlində, bölmənin əvvəlində, daha sonra yarımilin əvvəlində yeni şagird sinifə və yaxud da ki, məktəbə gəldikdə tətbiq oluna bilər. Həmçinin differensial yanaşmağa imkan verir, rəsmi deyil, diaqnostik qiymətləndirmənin nəticəsi müəllimin özünün belə deyək, qeyd dəftərində rəy olaraq qeyd olunur, həmçinin şagirdin portfolyosunda saxlanılır, uzun müddətlidir. Həmçinin diaqnostik qiymətləndirmə üsulları da BİBÖ, sual-cavab ola bilər, sinif müzakirələri ola bilər, daha sonra esse ola bilər, yəni inşa, açıq, qapalı testlər ola bilər, situasiya tipli tapşırıqlar ola bilər, yaradıcılıq və əl işləri kimi qiymətləndirmə vasitələrindən istifadə edilə bilər. İndi isə formativ qiymətləndirməyə baxaq. Formativ qiymətləndirmə məzmun standartlarının mənimsənilməsinə yönəlmiş fəaliyyətləri izləməyə imkan verir. Fəaliyyətləri izləmək və onun qarşısına çıxan çətinlikləri müəyyən edib onları aradan qaldırmaq məqsədi ilə aparılır. Yəni ki, müəllim şagirdi şifahi və yaxud da ki, yazılı şəkildə qiymətləndirir və nəticəni düzgün şəkildə şərh edir və şagirdin təlim səviyyəsini müəyyənləşdirir. Bu səviyyəyə əsasən şagirdi necə ən doğru şəkildə irəliyə apara bilər, bunun qərarını verir. Formativ qiymətləndirmə tədrisin düzgün istiqamətləndirilməsinə xidmət edir, qısa olaraq desək. Yəni ki, müəllim formativ qiymətləndirmə vasitəsilə tədris prosesini tənzimləyir, şagirdlər tərəfindən məzmunun mənimsənilməsinə kömək edir. Formativ qiymətləndirməyə əsasən şagirdin hədəfinin nə olduğunu, nəyi öyrənəcəyini, mövcud vəziyyəti necədir, hal-hazırda nədən nə qədər xəbərdardır, məqsədinə necə çatacaq, nəyi etməlidir, bu tipli bütün suallara cavab tapılır. Formativ qiymətləndirmənin müəyyən vacib xüsusiyyətləri vardır. Məsələn, təlim nəticələrinə uyğunluq. Bunu bayaqda qeyd etmişdik. Qiymətləndirmə təlim nəticəsinə uyğun olmalıydı. Biz əgər əlaqəsiz bir, belə deyək, mövzu ilə bağlı və yaxud da ki, fərqli bir meyara əsasən şagirdi qiymətləndiririksə, bu uyğunluğu pozmuş sayılır. Yəni biz də formativ qiymətləndirməni apararkən uyğunluq prinsipini qorumalıyıq. Yəni bizim verdiyimiz suallar və yaxud da verdiyimiz tapşırıqlar təlim nəticələrinə uyğun olmalıdır. İkinci olaraq qiymətləndirmə meyarlarının olması. Qiymətləndirmə meyarlarının müəyyən edilməsi qiymətləndirmə prosesində ən önəmli addımlardan biridir. Yəni bunun üçün aydın və şəffaf bir çərçivə, yəni qiymətləndirmə rubrikini hazırlamalıyıq. Qiymətləndirmə rubriki də qiymətləndirmə meyarlarını faiz və yaxud da bal şkalası üzrə adətən zəifdən əlaya qədər müxtəlif səviyyələrdə kateqoriyalara bölən bir, belə deyək, vasitədir.
Qiymətləndirmə meyarlarını hazırlayarkən bir sıra xüsusiyyətlər nəzərə alınmalıdır. Məsələn, bayaq da qeyd etdiyimiz kimi uyğunluq prinsipini gözləməliyik. Daha sonra qiymətləndirmə meyarı aydın və spesifik olmalıdır. Yəni ki, qiymətləndirmə meyarlarını aydın və dəqiq şəkildə müəyyən etməliyik ki, bu həm müəllimlər, həm də şagirdlər üçün başa düşülən olsun. Yəni şagirdlərdən tədris müddətində nə istənildiyini, nələrin onlardan gözlənildiyi bu belə deyək meyarlarda aydın şəkildə bilinsin. Məsələn, kitabda da qeyd olunmuşdu belə bir nümunə səhv etmirəmsə. Məsələn, oxuya bilir kimi qiymətləndirmə meyarı müəyyənləşdirsək, bu oxu ilə bağlı nələrin vacib olduğunu və nələrə diqqət yetirilməli olduğunu şagirdə tam olaraq bildirmir. Bunun əvəzinə mətni durğu işarələrini nəzərə alaraq oxuyur kimi dəqiq və aydın bir qiymətləndirmə meyarı müəyyənləşdirməliyik. Həmçinin qiymətləndirmə meyarları ölçülə bilən olmalıdır. Ölçülə bilən deyəndə, yəni elə meyarlar hazırlamalıyıq ki, şagird fəaliyyətini müşahidə etmək və dəyərləndirmək mümkün olsun. Daha sonra formativ qiymətləndirmənin vacib xüsusiyyətlərindən biri də effektiv əks əlaqədir. Yəni ki, rəy. Effektiv əks əlaqə nədir? Baxın, müəllim-şagird ünsiyyətində əks əlaqənin xüsusi bir rolu vardır. Qurulan hər əks əlaqə müəyyən bir, belə deyək, məqsədə xidmət edir. Əks əlaqə formativ və ya summativ olur. Formativ əks əlaqə öyrənmə prosesində baş verir. Yəni ki, burada əsas məqsəd şagirdi inkişaf etdirməkdir, fəaliyyətini düzgün istiqamətləndirməkdir. Summativ qiymətləndirmə vaxtına qədər şagirdi inkişaf etdirməkdən ibarətdir formativ əks əlaqəsi. Summativ əks əlaqə isə hər hansı bir bölmənin fəaliyyətin sonunda verilir. Yəni şagirdin qazandığı bilik, bacarıq nəticəsini dəyərləndirməyə xidmət edir bu əks əlaqə. Əks əlaqənin müəyyən növləri vardır. Baxın, birincisi korrektə edici əks əlaqədir. Burada belə deyək də, əsas verilən rəy, verilən belə deyək, fikir şagirdin səhvlərinə yönəlir. Yəni ki, burada şagirdə məlumatlar hazır şəkildə verilir. Ta ki, şagird hər hansı bir səhv edir, müəllim həmin o səhvi düzəldir və doğru şəkildə şagirdə deyir. Yəni ki, tutaq ki, şagird bir tənliyi həll edir, tənliyin müəyyən yerində hansısa bir düsturu yadından çıxardıb. Müəllim həmin o şagirdə hazır şəkildə o düsturu verir. Bu zaman müəllimin göstərdiyi bu davranış korrekt edici əks əlaqədir. Daha sonra təsviri əks əlaqə var. Bu əks əlaqədə şagirdlərin nəyi yerinə yetirib yetirmədikləri təsvir olunur. Yəni müəllim şagirdin fəaliyyətində uğurlar və çatışmazlıqlar haqqında detaylı şəkildə fikir bildirir bu əks əlaqədə. Daha sonra konstruktiv əks əlaqə var, yəni konstruktiv rəy var. Konstruktiv rəydə şagirdin nəyi yanlış, nəyi düzgün etdiyi haqqında şagirdə məlumat verir. Həmçinin şagirdin səhvlərində yanlış etdiyi məqamları necə düzəltməyin yolları da şagirdə göstərilir. Həmçinin motivə edici əks əlaqə də var. Bu əks əlaqə daha çox emosional olaraq şagirdi dəstəkləyir. Yəni ki, burada müəllim şagirdin uğurlarını vurğulayır. Yəni nəticəni yox, prosesi ortaya qoyur. Burada müəllim şagirdlərin öyrənmə prosesində göstərdikləri uğurları və müəyyən məqamları qeyd edir. Bu motivə edici əks əlaqə əsasən öyrənmə prosesi zamanı müəyyən çətinlik çəkən, özünə inanma aşağı olan şagirdlər üçün daha çox uğurlu olur. Deməli, yenidən bir də baxaq, formativ qiymətləndirmə nə idi? Formativ qiymətləndirmə diaqnostik qiymətləndirmədən fərqli olaraq xüsusi bir qiymətləndirmə idi. Məzmun standartların mənimsənilməsinə yönəlmiş fəaliyyətləri izləməyə imkan verirdi. Rəsmi deyil, qısa müddətli bir qiymətləndirmədir. Öyrənməni ölçmür, öyrənməni təmin edir. Gələcəyə yönəlikdir. Təlimi effektiv planlaşdırmağa kömək edir. Təlimi düzgün istiqamətləndirir və səmərəliliyi təmin edir. Dərsin məqsədinə yönəlikdir. Daha sonra nəyi necə öyrənəcəyi sualına cavab tapır. Və bunu da qeyd edək ki, formativ qiymətləndirmənin müxtəlif aparılma üsulları var. Testlə, tapşırıq verməklə, özünü qiymətləndirməklə, yoldaş qiymətləndirməsi ilə, müşahidə vasitəsilə aparıla bilər formativ qiymətləndirmə. Həmçinin bunu da qeyd edim ki, bayaq biz qeyd etdik ki, formativ qiymətləndirmənin müəyyən vacib xüsusiyyətləri var. Təlim nəticələrinin uyğunluqdur danışdıq ondan, qiymətləndirmə meyarlarının olmasından danışdıq, effektiv əks əlaqədən danışdıq. Qaldı davamlı müşahidənin aparılması. Davamlı müşahidə dedikdə nə nəzərdə tutulur? Formativ qiymətləndirmədə müşahidə davamlı bir prosesdir. Yəni hər hansı bir tapşırıq və ya testlə məhdudlaşa bilmir formativ qiymətləndirmə. Bütün dərs boyu, bütün tədris boyu müəllim şagirdləri müşahidə etməlidir. Həmçinin bu müşahidə formal və qeyri-formal olur. Qeyri-formal müşahidə bütün dərs müddətində aparılır.
Lakin formal müşahidə hər hansı bir, belə deyək, müəyyən bir məqamdamı, hansısa bir layihə zamanımı aparılan müşahidəyə aid edilir. Formativ qiymətləndirmənin aparılma üsullarına baxaq yenidən. Bu üsullardan biri də rubiklərdir. Rubiklər dedikdə müəyyən, belə deyək, meyarları olan bir cədvəl nəzərdə tutulur. Bu rubikin məqsədi şagird fəaliyyətini dəyərləndirmək və inkişaf elətdirməkdir. Bu rubikin 3 əsas hissəsi vardır. Yəni 3 əsas hissədən ibarətdir rubik. Meyarlar, keyfiyyət səviyyəsi və meyarlara müvafiq keyfiyyət səviyyələrinin təsviri. Meyarlar nədir? Şagirdlərdə nəyin qiymətləndiriləcəyi müəyyənləşdirilir meyarlar sayəsində. Həmçinin bu meyarların dərsin məqsədinə uyğun olması da mütləqdir. Bayaq demişdik. Məsələn, cədvəldə də görürsünüz. Quruluş, məzmun və qrammatika ilə bağlı müəyyən meyarlar qeyd olunub. Həmin o cədvəlin içərisindəkilərinə əsasən şagirdin hansı səviyyədə olduğunu rahat şəkildə anlamaq mümkündür. Keyfiyyət səviyyəsi qeyd olunub qıraqda. Burada da meyarların necə və hansı səviyyədə qiymətləndirəcəyi öz əksini tapır. Və meyarlara müvafiq keyfiyyət səviyyələrinin təsviri. Yəni ki, burada hər bir səviyyənin meyarlara uyğunluğunun təsviri əks olunur. Şagird özünün nailiyyəti barədə bu sayədə aydın bir fikrə sahib olur. Məsələn, gördüyünüz kimi yuxarıda meyarlar yazıb quruluş, məzmun, qrammatika. Daha sonra həmin o çərçivələrdə də meyarlara uyğun təsvirlər qeyd olunub. Məsələn, meyar olaraq məzmun qeyd olunub. Təsvir olaraq da qeyri-kafi hissəsində yazır ki, çoxlu sayda hərf səhvinə yol verir. Yəni şagird çoxlu sayda hərf səhvinə yol verirsə, deməli qeyri-kafi dəyərləndirilir. Və yaxud da ki, öz fikrini aydın ifadə etmir. Bəzi fikirlər təkrar qeyd edir, nəticə çıxarmır. Bu kafi, belə deyək, keyfiyyət səviyyəsinə aiddir. Daha sonra az hallarda hərf və söz yaradıcılığı səhvinə yol verir. Bu da yaxşı keyfiyyət səviyyəsinə aiddir. Həmin o sırada yazılıb. Məzmunla bağlı meyarda, belə deyək, şagird əgər az hallarda hərf və söz yaradıcılığı səhvinə yol verirsə, deməli yaxşı keyfiyyət səviyyəsinə sahibdir. Və nadir hallarda hərf səhvinə yol verirsə, bu da çox yaxşı keyfiyyət səviyyəsinə aid edilir. Yəni gördüyünüz kimi burada artıq müəllim şagirdə qiymət yazmır. Meyarlar, daha sonra keyfiyyət səviyyələri, bütün təsvirlər aydın şəkildə qeyd olunub və şagirdin fəaliyyətinə və nəticəsinə əsasən o rahat şəkildə qiymətləndirilir. Daha sonra rubiklər tərtibatına görə iki növə ayrılır. Analitik və holistik rubik. Analitik rubik nədir? Analitik rubik bir fəaliyyəti hər bir meyara görə ayrı-ayrı qiymətləndirmədir. Yəni ki, analitik rubikdə ayrı-ayrı sahələr üzrə bir neçə meyar qiymətləndirilir. Geniş və ətraflıdır, uzun müddətli bir meyardır. Burada daha çox analiz edilir. Sinif fəaliyyətlərində daha çox analitik rubikdən istifadə olunur. Çünki bu daha əlverişlidir. Hər bir kriteriya ayrı-ayrılıqda baxıldığı üçün. Holistik rubik isə bütün meyarları eyni anda tətbiq edərək işi ümumi şəkildə qiymətləndirir. İkisini müqayisə edəsi olsa, holistik rubik ümumidir, sürətlidir, qısa müddətlidir, ümumidir. Analitik rubik isə analiz etməyə yönəlir. Ayrı-ayrı sahələr üzrə bir neçə meyar qiymətləndirilir, geniş və ətraflıdır, həmçinin uzun müddətlidir. İndi isə effektiv rəyin verilməsinə baxaq. Effektiv rəy necə olmalıdır? Əvvəlcə bunu qeyd edək ki, verilən rəylər keçmişə deyil, gələcəyə yönəlik olmalıdır. Yəni ki, verilən rəylər şagirdin sadəcə səhv etdiklərini bildirməkdən ibarət olmamalıdır. Elə bir dialoq qurulmalıdır ki, həmin anda şagirdin belə deyək, motivasiyası artsın. Yəni desin ki, indi səhv etmişəm ola bilər, amma gələcəkdə daha yaxşı edəcəm. Bu düşüncə müəllimin verdiyi rəy əsasında şagirdə formalaşmalıdır. Baxın, bunu qeyd edək ki, rəy vaxtında verilməlidir. Rəy dərsin məqsədinin, təlim nəticəsinə uyğun olmalıdır, spesifik olmalıdır. Daha sonra gələcəyə yönəlik rəy olmalıdır. Rəy idrak fəallığına yönəlməlidir. Müəllim şagirdə rəy verərkən onun fəaliyyətinə yönəlik rəy verməlidir, şəxsiyyətinə yox. Yəni ki, fəaliyyət nədir? Sən bu tapşırığı çox doğru şəkildə yerinə yetirmisən. Misal üçün, misalın həllindəki gedişin çox doğrudur. Bu tipli olmalıdır rəy. Yoxsa sən çox ağıllısan, sən savadlısan, mən bilirdim ki, sən savadlısan, bunu bu formada rahat şəkildə həll edəcəksən. Şəxsiyyətinə yox, fəaliyyətinə yönəlməlidir rəy. Daha sonra gələcəyə yönəlik olmalıdır rəy, keçmişə yönəlik deyil.
Məsələn, mətndə çoxlu hərf səhvlərin var. Durğu işarələrinin yerini düzgün qoymamısan. Sözlərin əksəriyyətini səhv yazmısan. Bu tipli bir verilən rəy keçmişə yönəlik rəydir. Lakin gələcəyə yönəlik rəy belə ola bilər. Məzmunu yaxşı əks etdirmisən, mətnindəki ideyan çox gözəldir, doğru şəkildə yazmısan, lakin bu tutaq ki, sözlərdə müəyyən hərf səhvlərin var və məsələn tutaq ki, bu cümlədə olan durğu işarələrinin yerini səhv yazmısan. Gələn səfər bunlara daha diqqətli yanaş. Ola bilər. Misal üçün, bu artıq gələcəyə yönəlmiş bir rəydir. Daha sonra rəy spesifik olmalıdır. Ümumi rəy verilməməlidir. Yəni ki, rəy verdikdə müəllim ümumi olaraq deyil, dəqiq məqamları vurğulayaraq şagirdə məlumatı çatdırmalıdır. Məsələn, müəllim şagirdə hələ ki lazımi səviyyədə deyilsən tipli bir rəy verdi. Bu rəydə şagird hansı məqamda nə çatışmır bilmir, nəyi necə inkişaf elətdirməlidir bilmir. Bu ümumi rəydir, lakin rəy spesifik olmalıdır. Məhz hansı səviyyədə problem yaşayıbsa onu qeyd etməlidir xüsusi şəkildə ki, şagird öz belə deyək, fəaliyyətini doğru şəkildə istiqamətləndirə bilsin. Həmçinin rəy idrak fəallığına yönəlməlidir. Emosional rəy verilməməlidir. Məsələn, tutaq ki, aferin sən çox ağıllısan, ona görə rahatlıqla bu tapşırığı etmisən tipli bir rəy verilməməlidir. Bunu yenə deyilə bilər ki, tapşırıq zamanı düzgün təhlil etmisən. Məsələn, yəni yenə ümumiləşdirəsi olsaq, verilən rəylər fəaliyyətə yönəlməlidir. Şəxsiyyətin idrak fəaliyyətinə və yaxud da ki, hal-hazırda göstərdiyi bir prosesə yönəlik olmalıdır. Onların şəxsiyyətinə və yaxud da ki, emosional şəkildə verilməməlidir. Həmçinin rəy verərkən əminəm, inanıram, yəqin ki, güvənirəm tipli sözlər deyilə bilər. Dərsimiz biraz uzun olsa da, maraqlı və rahat bir dərsdir. Güman edirəm ki, hər kəs üçün aydın bir izah oldu. Dərsimiz bu qədərdir. Hər birinizə uğurlar diləyirəm. Sağ olun.